Baş sponsor Herbaflora. Sponsorlar Oba Marketlər şəbəkəsi. Simurq toyuqları. Adın əzbərdir dilimdə, xan Lənkəran, mənə doğmasan Əzizsən, can Lənkəran. Ana yurdum, öz diyarım, doğma məkanım, Səni hər kəs belə tanıyır, xan Lənkəran. Ay, eşq olsun. Hara gəlmişik? Lankona. Aygünün beyninə bərk ləvəngi düşmüşdü. Mən də gətirdim onu Lənkərana. Çünki ən dadlı belə ləvəngi elə demək olar cənub zonasında bişirilir. Əsas məsələ Araz müəllimin yanına gedirik. Bizə peçat plov bişirəcək. Bugünün peçatı peçat pilovdur. Cücə pilov, necədir sənin üçün? Peçat pilov, Necədir sənin üçün? Baş sponsorumuz Herbaflora'nın sponsorlarımız Oba Marketlər şəbəkəsinin və Simurq toyuqlarının sponsorluğu ilə ləzzət axtarışı Lənkəranda. Burada ləvəngi yemədən səni evə getməyə qoymayacağam. Birinci ləvəngi. Gedirik, bax, saat neçədir? Birazdan olacaq Araz müəllimin yanında. Ürəyin istəyən qədər ləvəngi, belə ürəyin istəyən qədər, nə bilim o, Cücə. cənubun o ləziz təamlardan yeyəcəksən. Yolun qırağında ləvəngi görürəm. Bax, yolun qırağında ləvəngi biz də yeməyə gedirik də. Var. Yox, yeməsəm. Yox, yol qırağındakılardan Yox, mən dadı. acından ölürəm, ona qədər. Ay Allah. Düş, tez ol. Necəs, keyfiniz necədir? Salmasıdır. Televiziyada elə sənə baxıram. Hə, öpürəm Ona sizi, öpürəm. bakarsın. Nə bir şey içərdə? Mən çörək bişirəm, təndir yanı çörək bişirirəm. O bir dənə baxmıram təndirə. Oy. Vəziyyət necədir qardaşım? Keyf əhval. Salmasıdır. Şükür Allah. Əslində bizi qonaq çağırıblar. Biz gedirik bu peçat pilov yeməyə. Amma bunun nə deyim də şiş batsın deyim qarnına, nə deyim buna. O bir damcı dözmədi deyir ki, yolda da saxlayaq bir dənə ləvəngi ayaq üstü yeyə gedək. Mən yiyirdə qurbandır. Aman neyniyək, öz Ləvəngi var, şirin çörəklər var. Bax, mənə nə var? Təndir çörəyi var. Ay bəh. Əsl Lənkəran şirniyyatları deyə bunlar. Şorabalara bax hala. Buna armud şorabası bizim tərəfdə moddur da. O yeni ildə, bayramda belə süfrələrimizdə olur. Bir şey necə xırçıldayır, xarç-xurç. Aç bir də onu bir dənə çıxart baxmaram. O gilə mərzə ilə zadlan olur, insana nə olur? Burada gilə Ləzzətli olur. Çox. Hə. Oo, badımcan. Qabızda aç-açın olur. Buna bax. Aygün, yan buna bax. Bu gilə mərzə var, buna xüsusi bir dad verir də. Bir dənə xahişim olsa edərsiniz də mən üçün də. Yine. Bir dənə bizə ləvəngi düzə hazırlayırsınız. Amma bizim öz toyuq məhsulumuz. Bizim öz toyuq məhsulumuz var. Simurq toyuqları bizim sponsorumuzdur. Çox bəyənəcəksiniz. Super O toyuğu toyuqlardır. pişirəcəm. Olar ondan bişirəsiniz. Olar. Toyuğu yatırım. Simurq toyuqları. Bunu al, bu toyuqdan bizim için bişir də. Ay, sənə zəhmət. Göy yerə aşiq olar bayram Akşamlarında. Nəğmə deyər gül çiçək. Hay! Hay! Oy, gözüm qaşım yandı. Gözüm qaşım Nə yandı. ki geçmişik. Zərbəli. Zərbəli yadıma gəlir. Bəh.
Ona bax. Bunu belə parçalayırsan, Parçalayırsan. heç buna heç nə İçindəki lazım buna bax, deyil. buna bax, buna bax, buna Ləvəngin bax. görsən. Oy, qoyursan Ay. bunun üstünə. Aygün. Daha dərdim qalmadı. İndi özünə gəldin. Onu qoyursan bax bura. Yeməsəydim olmaz. Şən. Lənkərana girər-girməz ləvəngin dadına baxdıq. Baxmasaq olmazdı. Bəli, deyir. Yesəm öldürərlər, yeməsəm olmaz. Qəşəng. Amma sənə deyim, toyuğumuz çox dadlıdır ya. Acımısınız? Nə babam, Uf, səni görməmiş. Səslənsin cəngi, yeyilsin ləvəngi. O qədər vitaminlər var, üzə çıxsın rəngi. Mən talışam uca dağlar diyarından. Hey, mən talışam uca dağlar diyarından. Hey! Bibi əllərimə sağlıq. Noş olsun. Ay bibi, bu gözəl əllərin sahibinin adı nədir? Öz adım Mir xanım. Mir xanım. Ay xanım, Allah. canım, sən mənim canım, gəl sənin anım, qurbanın olum, ay Mir xanım. Ay Mir xanım. Allah canınızı sağ eləsin. Sağ ol canım. Əla, Hoşun canım. ləzzət elədi. Hər şey gözəllikdir. Gedək, sağ olun, Gedək, yavaş, öpürəm. yavaş. Sağ olun, sağ olun. Yavaş, yavaş, düşün təndirə, düşün təndirə. Arada şəhərin səs-küyündən, dost-tanışdan uzaq, təbiətin qoynunda tək istirahət etmək istəyirəm. Ürəyimdən ət yeməyi keçəndə yanımda həmişə tez bişən, çox dadlı simurq toyuqları olur. Oy. Simurq toyuqları çox dadlıdır. Simurq toyuqları, təbii ləzzət, premium keyfiyyət. Çadıramı sallam başıma, üz gözümü bəzərəm. Demək, Aygünlə gəlib çıxdıq Lənkəranın İstisu qəsəbəsində yerləşən Nilado istirahət mərkəzinə. Cənnət məkana. Ah, Getdik gedək yavaş-yavaş görək. məkana. Mən bir dəfə gəlmişdim bura, Aygün. Hə. Araz müəllimi görə bilməmişdim. Görə bilməmişdim. İndi bu Ha, günləri burada. mənim Salamun ayağım... aleyküm. Bugün ayağım yüngüldür. Samavarlara bax, ona bax, qırğın, sağ olasın. Samavar almışam. Allah ka. Silənim yoxdur, bir dərdə düşmüşəm, bilənim yoxdur. Bəh, 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 bəh. Gedənim gedibdi, gələnim yoxdur. Bu hələ ahuzar idi. Gedənim gələn Ay aras yoxdur. mənim, de harda qaldın? Bizə icazə olar. Olar da Araz mən buradan Ay, gələ salam yarıza. aleyküm. Çox sağ olun, xoş gününüzə Necə Araz müəllim, keyfiniz, əhvalınız? Xoş gördük sizi. Nəhayət ki, Araz müəllimin özünü görə bildik. Biz bir dəfə gəlmişdik. Araz müəllim onda bir tədbirdə idik. Görüşə bilmədik. Araz müəllim, o tələbəniz bir dənə o pesat pilov bişirmişdi. Amma deyim, hər tələbə müəllimindən belə öyrənə bilmir ha. Amma bir də indi Çat idi ya doğrudan. bir də indi müəlliminin əllərindən dadacağıq. Bir də sən onun dadına bax.
O peçat elə bir ki, bir varağa 2 dəfə möhür vursan da elində. Yox, bu indi Necəsiz? orijinal var, olacaq da əsas verir. Necəsiz? Keyfiniz əhvalınız necədir? Yaxşı. Allah Yaxşısınız. razı olsun. İşimizin başındayıq. Öpürəm sizi Həmişə bura. işinizin Nə gözəl düzəltmisiniz deyirəm buraları. Adam ləzzət edir ki, Əsl. Lənkəranı belə görəndə Əsl Lənkəran, əsl Talış mətbəxidir. tanışmaz da. Xırda nüanslara bax, o qədər fikir veriblər ki, o qədər elə bir muzeydir də. Buranı elə gəz-gəz bitməz. Maşallah olsun, təmizdir, yüksək səviyyədədir. Sən bir kürəyin gözəlliyinə bax, elə bir nağıllara, o vaxtı cizgidirlər. Kürəyin gözəlliyinə bax. İçəridə o nədir belə Araz müəllim? O boranı çörəyi. Boranın çörəyi. Bəli. Qəşəng. Boranı çörəyi. Demək bu oy. Sən bilmirsən, yox üstündə. Sən hələ burada hələ bir də bir gör necə dişliyi var yoxdur da. Deməli bu boranı çörəyi. Birinci dəfədir mən boranı çörəyini eşidirəm. Bu Araz müəllimin ixtirasıdır yoxsa bu qədimi Lənkəranda olub belə bir şeylər? Belə deyək də, boranın çörəyi olub Lənkəranın əsas belə deyək, məsələsi. Amma mən bunu biraz təkmilləşdirib, yəni içinə raziyana və qara zirə vurmuşam. Qara zirəni. İndi Hə, raziyana, qara zirə. Birdən. belə deyək də, çörəyi əllə kəsərlər. Bir bunun parına, ətinə bax. Elə bil ki, Oy, 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 şirniyyat elə bil onun doğrudan. dadına baxaq. İçindən gələn qoxu. Bax, bax, bax. Operatorun ürəyi getdi orada ha. Özünə sən loğman. Qoxusuna bax, aymış be. Buradan. Bunun için onda boranı necə şəkildə qatılır? Əzilir. Bəli, əzilir və sonra xəmir yoğrulur. Sonra da Boranı da xəmirin içində. 50% boranı, 50% un. Oy, oy, oy. Doğrudan yəni qoxusu möhtəşəmdir. Qoxusu da möhtəşəmdir, dadı da möhtəşəmdir. Biraz şor sörəyi dadı da verir. Çünki o belə raziyana deyək, qatılır. raziyana qatılır. Raziyana biz axı öyrəşmişik raziyana. Aha, ona görə. Bugün Araz müəllimin yanındayıqsa, Pezat Blue olacağı 100%. Aha. Həm də Bir də nə idi dediniz? maça qoyunun maçalarından. O da bizim xüsusi reseptimizdir. Hazırlamışıq. Lənkəran mətbəxinə aid deyil. Lənkəran mətbəxinə Mən, aid. masa, mən burada böyümüşüm, masa plov eşitməmişəm ağa. İndi görəndə yazıya düşəcək. Ay Araz müəllim. Orada ayaqları o böyük bir padnosda kürəyə badımcan ləvəngisi deyəsən sağ bəli. olsun. Ona mən yeyəcəm bugün. Əlbəttə ki, mütləq. Ay, Mən ona o elə yazıq. Onu necə gördümsə bayaq, onu yemədən evə gedə bilmərəm mən. Ay, öğretmen. O badımcanla yiyeceğim ben. Bir söz soruşum. Araz müəllim, ona yaxşı peçat niyə adı qoymusunuz? Peçat nəyinə görə? Peçatını vurmuşuq. Möhürünü vurmuşuq. Ha, möhürünü vurduğunuza görə peçat. Peçat. Bu Lənkəranın inandırım badımcana allergiyası olan adamlar belə Mümkünsüz onun bir qoxusunu şey. duyan kimi Bunu aşın üstündə Yemək istəyir bu yeyəcəm, badımcanı. Pilavın üstündə, hə? götürmürəm bundan. Pilavın üstündə yeyəcəm. Bizim peçat qurulumuz Aha. Özü də mis qabdadır ya. 2 saatlıq peçdədir. 2 saatdır. 2 saatlıq peçdədir. Aa, 2 saatdır Bir də peşlədir, mənə 2 bax. saat. Bax əsl iş buradan başlayır ha. Lənkəranda bişdi plov, qazana dəyib qalxdı qoxu. Qonşu düşdü həyətə, bir qaşıq da mənə deyə. Peçat plov, peçat plov. Oo. Oy, oy, burada nəsə də oy. var. Möhtəşəm. Ət də var.
var. O pilavın içindəkiləri siz də gördünüz? Cücə. Bax burada deyirlər cücə pilov necədir sənin üçün? Cücə pilov necədir sənin üçün? Adam istəyir ki, podnesi götürüb qaçsın. Bir onu yemək lazım. Möhtəşəm. Sən bu düyünün qoxusuna bax, ilahi, bax. Şən. Düyünün super. qoxusuna bax, düyünün qoxusuna bax. Zərgər işi burada başlayır. Peçat plovun hazırlanma prosesidir, yəni servis olunması. Peçat plov, peçat plov, hem lezzetli hem de alov. Araz müəllim səslənir, peçat plov, hey. Öz məhsulumuzdur. Kaşıklar oynayır tabakta, gülüş kalkır bulutlara. Peçat plov, peçat plov, hem lezzetli hem de alov. Ay Allah, nə gözəl görsənir. Açılmış süfrələrdə yeri görünür hər an zəfəran, ay zəfəran. Ləzzəti sən xörəyin, bəzəyi sən çörəyin, zəfəran, ay zəfəran. Zəfəran, ay zəfəran. Dəh. Bu peçat plova görə şəhərdən qonaqlar tez-tez gəlirlər də bu peçat plov yeməyə. Bu zirincdir, hə? Səsi çox yayılıb ha. Deyim Azərbaycanın səsi çox yayılıb bu peçat Zirinclə plov. bağlı da mahnımız var. Zirincə ağzınız yanmır ki. Saxlarım saralınca, yardan cavab almadım. Ay, yağı gəlir. Nehrə yağı. Nehrə yağı. Vay, o da burada dayanır, Aman, nə özü. gözəldir. Bir əsərdir. Hər bir detalın öz yeri var. Aha. Ona görə də dəqiqliyə fikir vermək lazımdır. Görürsünüz gözəl. Amma hələ peçatı Hələ peçatı vurulmayıb. Hələ peçata vurulmuyor. Bunu Yox, peçata Arifan deyir, hələ. Bu qədər şey. Maraqlıdır. Mən 3 dənə, Həyəcanlı. belə ya, 4 dənə olur deyəsən. Aha, bir də burada orada deyəsən. Vallahi bu qədər gözəlliyi mən doğrudan birinci dəfədir görürəm ha. Mən indi əllərimi yuyacam. Əsir kənd sayağı yeyəcəm. Deyəm peçatı. Ah. Vəssalam. peçatı. Hazır. Hazır peçat plov. Necədir? Bəh, Səndən bəh, raşit olur. Çoxdan Öpürəm sizi. Möhtəşəm. Bu Lənkəranın ən qədim yeməklərindən olan kəllə paça plovun bazasında yaranmış maça plovdur. Aha, maça. Aha. Bəli. Baxa görürəm. Biz maçanı ayrı-ayrılıqda görmüşdük. Amma Amma- plov olaraq amma birinci bax- dəfədir. Hoppa. Gələn ətrini nə idi? Şüydün idi o. Tək şüydür. Düyünün. Oyda. Ha? Çünki düyü təbii düyüdür, ona görə də qoxu. Yo, düyünün qoxusunu demirəm mən. Sarımsaq, sarımsaq. Şüyd. Dedim də mən, sarımsaq var orada. Bəli, bu sarımsaq həm gözəl ətir, həm də gözəl dadır. Bəh, mənə indi gəldi bax. Otun qoxusu gəlir hansısa bir otun. O Sadəcə göyərtilər. göyərtilərdən. Bəli. Bildiyimiz zəfəri, keşniş, Aha, zəfəri. göy soğan, göy sarımsaq. Araz mənim. Bax o dediniz o hardan başlayıb bu qaynaqlanıb kəlləpaça Lənkəran. Bəli. Aha. Kəllə paça plovun Hə siz burada sadəcə bu biraz kəllə yox, qol, maça istifadə edib biraz dəyişiklik eləmisiniz.
Yemək bişirmək ancaq odur da, yəni bişirdim. Onun səliqəsi, onun düzülüşü, o qədər vacib şeylər var ki burada. Bütün plovların tacı zilincdir. Ay Araz, mən boş vaxtım çox olur. Bəlkə gəlin burada işləyim yanınızda. Azər müşkül qalacaq da belə. Mən qalacam. Yox, edim müşük qalacaq belə. Nə edəcəm? Bu da bizim matça plovumuz. Matça pilov. Lənkəranın Bu da bizim gözəl neməti. Buyurun. bəh. Matça pilov. Onu da deyim ki, matça pilov ilk dəfədir bizim efirdə. Ləzzət axtarışı artıq 2 sezondur gedir efirdə, amma bu yemək ilk dəfə oldu. O da ilk dəfə eşidənlər var. Hələ ki bu yeməyin adı. biri mən cənubluyam, amma birinci dəfə də dadına baxacağam. O da hardadır? Araz müəllimin bax Gözəl yanında məkan. yeyə bilərsiniz bu yeməyi. Sağ olun baba, gözəl əlləri ilə bu dəfə bizim üçün özü hazırladı. Gözəlliyə bax, bu nazı nemət. Ərəblər otururlar belə Hə, xanımlara məncə də. İndi biz ərəblərin yerini tuturuq. Va şuraxna hey Vali alladin Ruhil aliyan aglaham Ruhyana semil ardaham Mən Arazməm bir də əlimə surub mən istəyirəm onu cənub sizə əziyyət olacaq. Adət ənənəsi ilə. Mən- Hə. İndi birinci peçat pilovun dadına baxacağıq. Buna hələ ətinə dəymirəm. Bax, bunu belənsə belə bir şey. Köküsünü, badımcanını, ətini. Bax, bunu o belə. Min dəfə demişəm. Ev içinə çıxanda özünü yaxşı uşaq kimi apar. Demişəm sənə belə ye ortalıqlarda yeməyi. Mən evdən çıxanda sənə nə dedim? Ay gün. Bir dakika bilmiyorum sen ne danışırsan. Ama sana bir şey diyeyim. Peçat. Peçat. Badımcan dadına bax. Bu badımcanı bayaqdan necə güdürdüm? Bunu necə güdürdümsə bayaqdan? Nereden bu? Araz müəllim bilmirəm əlinin duzunu bol edir. Nəsə ədviyyat qatır, nə qatır, niyə? Çatan kimi evdə mamamla gələ danışam. Axı biz də cənbluyuq. Bu niyə belə burada bu qədər daddı? Mamam da dad pişirir, amma Bağışlasın. yəqin ki mama inciməz məndən. Bu yamandır. Bütün hallarda analarımız hər gün İndi sən nə vaxt Öpürəm evdə anamın deyəcəksən əllərindən. ona, deyəcəksən mama mənə aş pişir, deyəcək. Ged Araz müəllim pişirsən. Belədir axı. Yox, doğrudan da möhtəşəm, yəni peçat pilov möhtəşəmin möhtəşəmi. matça plovu. Ha, indi onun da dadına baxacaq. Uşaqlar bir dəm bu düzüşdüşə baxırsan, adam o düzülüşü pozmaq istəmir. Qoy dəymin, körrənməsin. Bax, bu isə bir ilk. İlk dəfə dadacam. Adı kəllə paça plovdur. Yox, maça pilov. Ya bəyər kəllə paça dediniz, şaşdım ya. Kəllə o, işte olub da o kəllə. Bu
Azəri qədimdə olub. İndi bu maça plov. Adı maça plov. Onda Araz müəllim yenə özü Yeni ideya. fikirləşib, öz ideyasıdır. Doymuram, bilmirəm hansı. Yağ da bir sənədir, yağ da damardır. Onda üstünə bir dənə bundan götürsən. Ay Müşriq, nə olur? Birdən məsəbləşdirsəm səni, nə ilə döyərsən məni? Zərbəli! Zərbəli! Nə var ey? Çox sağ olun. Rabbi sani ayının 14'ü. Ay Allah. Əti maçası. Qızım, Nə vurmuşdunuz o düyünün tərkibinə? sarımsaq. Onun qoxusu ilə də ay Allah nə gözəldir. Mən çox adam var ki, sarımsaq yemir ki, harasa gedəcəm falan olacam, amma axşam yemək olar, səhər nəsə bir Yox. saqqızat çeynəyəsiz keçib Bunun gedəcək. tərkibindəki sarımsaq o cür deyil. Sadəcə dad verir. Yo, ümumiyyətlə demək Hə, istəyirəm ki, ümumiyyətlə. sarımsaq həm dad verir, həm də ki, xeyirli bir Buna çox dad məhsuldur. verir. Şu alabərkə çıxım buradan. Keçim orada çay Hə, plantasiyalarının oturasan orada. Mırıldan mırıldaya yiyeyim onu. Deməli bunu da belə yeyəcəm. Ha? Bunu da belə. Uzun yum. Bu içindəki bu neydi bu qırmızının adı? Zirinç. Zirins. Tuş məzəli verir. Zirinç sözüm ətin həlimliyinə bax. Sən də qadınsan da bişir də. Bişir də evdə. Yey də maman da qoy yesin. Bir desin ki mənim belə bir evladım var maşallah. Gündə bir yemək bişirir. Bişir də. Amma Ölümüsən da o fast food yeməklərindən yalan deyil. yaşamaqdan. Mənim hamı bilir məni tanıyanlar. Mətbəx barəsində bacarığım çox yaxşıdır. Yəni bütün yeməkləri bilirəm. Amma indi burada fərqli yeməklər öyrəndim. İndi burada Araz müəllimdən ən Yumurtanın azından kükü. bax iki cür yemək öyrəndim. Bax biz Pomidor belə yumurta. bəzəyə bilərik. Aşın üstünü belə bəzəyə bilərik. Və bunu bilmirdim. Birinci dəfədir gördüm. Burada gördük, çəkdik. Təbii ki, bu bizim yadımızda qaldı. Amma bunu təkrarlamaq səncə olar? Aygün, eyni dadda. Bax, həmçinin Eyni düzdür. adam bişirsin də gərək yenə Araz müəllim. Yox, bax bunu gördük biz. Görürük də. gördük. İndi efirimizə baxanlar istəyərlər də hazırlasınlar. Amma səncə eyni dadda eləmək mümkündür? Mümkündür. Əgər sevgi ilə yanaşsalar. Sevgi ilə yanarsa nə gözəldir. Sevgi ilə yanaşsalar. Əgər ürəkdən yanarsalar, Bax, sevgi. bunu öyrənmək istirdim. Sevgi ilə yanaşsalar eləmək olar. Mənim yeməyə böyük sevgim olduğum üçün mən bunu evdə mamamla köməkləşib eləyəcəm. Görüm nə təhər olur. Görüm mamaya da deyəcəm ki, mama ikimiz də sevgimizi qoyaq bu işin üstünə. Görək nə olur. Alındıra bilsəm, eyni dadı hiss eləsəm, az mənim zəng vurub deyəcəm sizə. Bilmirsən hansını yeyəsən, paralel yeyirəm artıq. Yəni bir sözlə mənə elə gəlir ki, burada əl duzu çox vacibdir. Araz mənim doğrudan o qədər sevgisini verir. Əlinin duzunu necə qoyubsa bu yeməklərin üstündə, yeməklər yəni möhtəşəmdir. Deyirəm ki, bax, bu gözəl yeməklərin üstündən dadlı, təbii, yağlı, özə yağ da nehrə yağı, maşallah olsun. Bu yeməklərin üstündən nə gedər? Tiyastamin içmək lazımdır, çünki mədələrimiz bu dəqiqə yüklənib. Mən daha aləmi qatmışam bir-birinə, dayanmıram. Təsəvvür nəfəs almıram da, yəni mən. Gedək tiyastaminlə bir dənə içək, ondan sonra Mütləq gəlib yenə də şəkildə. davam edəcəyik. Uşaqlar, gələ bilərsiniz. Talış qızı süz çayı, pürək xurmayı, Lənkəranın qızları içir tiyastamin çayı, Lənkəranın qızları içir tiyastamin çayı. Lənkəranın qızları. Aygün, bu möhtəşəm yeməklərdən sonra tiyastamin çayı mədəni
necə rahatlayır? Əlbəttə ki, rahatlayar. Tərkibində cökə çiçəyi var, zəyrək toxumu var, nanə yarpağı var, nələr yoxdur, nələr. Hələ bitkiləri sayıb qurtarmaqla mümkün deyil. Odur ki, tiastamin çayından alın, için. Görün necə mədəniz rahatlayacaq. Mədə kef eləyəcək, kef. Ondan sonra nə istəyirsiniz, yeyin getsin. Mən sənin üçün divam, sən mənim cırtdanım. Pərvanən olum mən, başıva fırlanım. Mən sənin üçün divam, sən mənim cırtdanım. Pərvanən olum mən, başıva fırlanım. Sənsiz həyat eşkim, elə bil sönübdü. Səninlə bir ömür, nağla dönübdü. Gözümün nuru sən, ürəyim canımsan. Sən mənim sevimli nağıl qəhrəmanımsan. Cırt cırt cırtdanım, tıçımı cırtdanım. Gəl mənə nazməqə, sev məni cırtdanım. Cırt cırt cırtdanım, tıçımı cırtdanım. Gəl mənə nazməqə, sev məni cırtdanım. Oba marketin qarşısındayıq, giririk içəri, bazarlığımızı edirik. Əziz bölgə sakinləri, sizə bir köməkliyi göstərim. Oba tətbiqini telefonunuza yükləməyi unutmayın. Çünki Mütləq. ən rahat alış-veriş elə tətbiqlə də kəşbək qazanacaqsınız. Təşbih qazanım. Buyurun. Sən oradasan bayaqdan. Demədin ki, tətbiqi yüklə, kəşbə qazan. Bu tətbiq, bu da zəhmət olmasa. Demə hardayıq? Araz müəllimin yanından çıxdıq, gəldik. Aygünü gətirmişəm. Əslində bu yeri mən çoxdan tanıyıram. Mən deyəsən Bu dəmir mənim yol tapıntımdır. vağzalına, dəmir yol Yox, vağzalına yox. gedib burada məni qatarla yola salır. Dəmir Bakıya. yol. Sən bir dənə yaşıllığa bax. Qışın oğlan çağında, yanvar ayında sən can yaşıllığa bax. Eşq olsun, eşq olsun. Bəli. Aygün. Mən burada rayonda yaşadığım vaxtdan elə bizim bu dəniz kənarında həmişə ləzzətli balıq verilən kafelər olub. Yəni ağsol, qarasol, çəki balığı, ziyad balığı, kütüm deyilən balıqda biz bu zonada Burada özdə sazana dənizdən çəki tutub. deyirik. Dənizdən tuturdular. Dənizin balığın yemişik həmişə. Baxmayaraq ki, indiki dövrdə bu dambalar moda düşüb, orada olan balığı canımsın, şəxsən mən yeyəmirəm. Bəli, mən. Mən axtarıram elə yerlər ki, orada sırf dənizin kürün balığı olsun. Bax, o yerlərdən biri də bu məkandır. Mən bir dəfə burada Aygün TikTok üçün çəkmişdim bir video. Bu qardaşlar dayı müştərilərin əlinə bezmişdi, müştəriləri qovurdular. Kafenin üstündə Dağlar oğlu yazılıb. Ay salam əleykum. Necəsən Çox qardaşım? sağ olun. Vəziyyət. Keyfin əhvalın. Salam əleykum. Salmasıqdır. Biz bura gələndə həmişə yayda gəlirik. Yayda qardaşımız bizim üçün o
Qəşəng balıqlar, axsol, qarasol. İndi deyəsən tapılmır. İndi yoxdur. Hava biraz şaxtadır. İnşallah ola bilsin. Şaxtadan sonra sonra tapılır. O buradan dənizdən tutursunuz, birbaşa gətirirsiniz bura Bizdə dənizdən. ancaq yerli balıqlar var. Bu nə balığıdır İlkin. ki? Bu ziyad deyir. Ziyad balığı. Kütün balığı ziyad. Bizim biz ona Ziyad deyir. Ziyad deyir. Bunun kürüsünə bax, bəh, bəh. Jirasdır. Bunlar ikisi də dənizdir. İkisi də dənizli balıq. İkisi də özü təzə yağdır. Bizi izləyən qurbanlar var, bizi kimi yeməyə rast yarar. Bax, deyirəm sizə, balıq beyninizə düşəndə, ilkin yadındadır mən buradan bir video paylaşmışdım. Ha, Ağsol, qarasol. O görüntünü də indi xahiş edərik də, Asif onu bir dənə versin, xatırlama olar. Nədir? Sən can, mən onu paylaşandan sonra bir 600-700 min adam baxmışdı o videoya. Gələnlər var idi. Çalan gəlirdi balıq. Bu gün də gəlmişik Göyşaban yolunda. Dağlar oğlu kafesi var. Burada da Ağsol, qarasol verirlər. Yəni spes olur da, qırğın. Bu da Ağsol, qarasol. Bir sözlə möhtəşəm. Maşallah olsun, həqiqətən O da kəndlərdən, balıq şəhərlərdən, növüdür. Masallıdan, Hayır. Cənubatdan gəlirlər ki, Müşfiq qardaş reklam edir. o. Ay molarcığım. Hani qardaşımın əlin görsən də necə duz bərəkətlidir. Qorxutmuşam ya bunu. Bu da Ziyad balığı da, bu da möhtəşəmdir ya. Bilsən nədir? Ziyadla çıxıb gəlir. İndiki ziyadı gətirir doğramadı. yəni. Yox, çəki doğru. Ha, Bu çəkidir. Çəkini işlədə bilsin. Hansı tükansız? Dəniz çəkisi, dəniz. Oy 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 oy. Baxa bunun adına. Buna ya, buna ya, buna. Ayı. Yenilik. Bunu evdə sənsən ala bilərsən. Yo, mən o Oradan götürəcəksən. Baba babam. Buna bak Aygün. Baba sümüyü görsən. Baba bu sümüyü tərəfi doğru bak. Ona bak. Bak bu balığın dadı bak onda. Belidir o. Bilinir ki necədir ha. Baba sümük. Sümük hissəsi. Görsən? Baba bura sümüydür. Yeyirəm. Buna bak. Sümük elə bir ki, sümük əriyir adamın ağlından. Yandım. Neydi bu balığın adı Ziyad? Çəki balığı. Ət, balıq, kəllə. Bunlar yeyilir əllə. Ne edirik? Vidalaşırıq çəngəllə. Ay sağ ol. Əllə, ancaq əllə. Bu balıq da oradan da Lənkəranın, necə deyim, ən belə sevilən balığıdır da. Yəni süfrələrdən heç vaxt əski olmayıb da. Bu Ziyad balığıdır, bir də çəki balığıdır. Lənkəran süfrəsinin simvolu. Simvol, ay sağ ol. Çəki balığıdır. Bu nə turşusudur? Bu turşunu özümüz hazırlayırıq. Bəzi şeylər qatılır. Ha, O otlar. alca turşusudur. Bəli. Aha. Bunu qatışım olur. Ona görə dadlıdır bu cür. Özünüz icad eləmisiniz? Öz hə, o özümüz. Burada başqa restoranlarda yoxdur. Yo, ondan bizdə. Vay. O nədir bunun içində? Girəmərzadır, nədir bu? Sübhan. Yox, onun içində Bir neçədən adı özdə ha? Super qardaşım. Şən yer öz məlum. Bu balığın ətinə baxan kimi bunun damba olub olmadığı bilinir. Baxın. Pişir verdim 5 dəqiqəyə pişdi. Çox tez bişdi. İndi bizim üçün kütün bişirsən də Ziyad balığı. Bir dənə Ziyadın da dadına baxaq. Təmiz, təzə dəniz balığı.
Hər dəfə yeyirik bu dəniz balığını. Həsrəti. Lənkəranın Badımcan şorabası. Badımcan şorabası da bir nömrədir. Və bu alınma da öyle. Bunun qoxusuna baxsanızdan. Uy! Uy, uy! Bir dənə tadına baxın. Oy. Mən sənə deyim ki, O haqqı bizim badımcan turşusunu bir tək bu bölgə yaxşı qoyurdu. dəhşət. Dəhşətdir. Elə bil ki, şirniyyat kimi yeyirsən. Hələ qardaş, hələ yoldaş dünyada, balıqların şahı ölüb dəryada. Bax bu odur. O bu odur. Kütüm doğrudan balıqların şahıdır. Ay can, ay can. Buna da, vay vay. Mən bunu uşaqlar belə yiyəməyəcəm, mən üzülürsən. Buna da, buna bəh. Bunu ancaq bu şəkildə ayın qabına vuram. Uy, buna bax. Gözəlliyə bax, balıqda gözəlliyə bax. Sən canım buna bax. Sən o işığı taxmısan, balığın gözəlliyi görsən, sənin gözəlliyin görsənmir. Yox da mənim Sənin gözəlliyimi görmə. gözəlliyin itib batıb. Ağzını dör. Mən şey yemmədim, nəsə rahat yemmədim. Bu çıxardım bunu. Bayaqları dənizin, Xəzər dənizimizin çəki balığını yedik, yəni sazan balığı. Bu da kütüm, yəni bizim cənubluların dili ilə desək, ziyad balığı. Bir dənə gözəlliyə bax. Bir dənə qardaşımsan gözəl. Bir dənə bunun gözəlliyinə bax. Aynı olma. Allah sizi saxlasın. Bir dənə bu gözəlliyə baxın. Mamma mia! Bir şey de deyim ki, bayaq Aygün gələndə də biz danışdıq, məkana daxil olanda. İndi elə insanlar olar ki, baxıb deyər ki, burada nə var idi? Balıq idi, tavaya atdınız, bişirdiniz. Yox. Buradakı əlin duzu da başqadır. Buradakı balıq da başqadır. Bu tava varı, o da başqadır. Yəni mən boşu-boşuna həftə 8, mən 9 bura gəlmirəm balıq yeməyə. Aygün, çox sağ ol. Bu günləri bir möhtəşəm süfrə açdın bizim üçün. Ləzzət aldıq özdən necə. Əlinə qoluna sağlıq, var olasan. Həmişə belə gözəl günlərdə gələk, qonaq olaq sənin süfrənə. Gedək. Mənə bax. Bunlara bel bağlama olmaz. Bunları da hər ehtimala götürək. Vırdan dağıtdı. Gəl. Hara gəlsiniz, aç. Tardı da, veriş tardı, bağla veriş. Düşüb dalımca ya, Hasan. Qutardı veriş, sən deyirəm, qutardı da verişdə, aç.
Baş sponsor Herbaflora. Sponsorlar Oba Marketlər şəbəkəsi. Simurq toyuqları.